Sabahınız xeyir, gününüz xeyirli uğurlu olsun. Biz dünən gecə saat 2 yarısı çatdıq. Artıq bugün yeni günə başlamışam. Yeni gündə ilk öncə gedib 10 günün dadını çıxartmaq üçün ət alacağım, qatıq alacağım, biraz qəşəng yeməklər hazırlayacağım və sizlərə qəşəng bir vlog çəkəcəm. Çox yağış yağır, hava çox soyuqdur. Çox dəhşət yağış yağırdı. Bazarda çəkmək heç cürə alınmadı. Əslində bugün bazardan isti alış-veriş eləyəndə çəkəcəkdim vlog başlayanda. Kartof aldım. Dəhşət ürəyim Sezar salat istəyib. Dünən Dubai aeroportunda görmüşdüm, ala bilmədim. Bilmədim onların dadı necə idi. Ona görə üçün kələm aldım. Sarımsaq, xiyar aldım. Soğan bizdə ən çox istifadə olunan. Biraz kök, biber. Sonra dolma üçün kələm. Sezar salatı üçün çeri pomidoru aldım. 10 gün çörək tapa bilməyən biz. İsti-isti, təmiz süt, səhər-səhər. Dovğa üçün bir balon qatıq. Ölürəm dovğa üçün. Lili də ət istəyir. Hə Lili? Ətin dadını unutmuşuq. Biraz da salat üçün pomidor. Sonra bizim meyvələrimiz. Üzümdən aldım, kivi aldım, nar aldım, mandarin aldım, xurma var. Sonra apelsin, bir də göyərti aldım. Bir də ki kənd çolpası. İndi də qəşəng əti hazır doğrayıblar. Qoyacağım qaynamağa. Sonra da qəşəng bozbaş hazırlayacağım, dovğa hazırlayacağım. Və doyana kimi yiyəcəm. Deməli, əti qəşəng qaynatdım. Tam həll oluna kimi. Biraz, yəni ki, qalanı bozbaşda hazır olacaq. Və biber əlavə edəcəm. Kartof, bir də ki, soğanı. İndi xırda blenderdən keçirdəcəm. Qızardacam əvvəl soğanı. Sonra əti əlavə edəcəm. Qəşəng biraz tomat, biraz da biber əlavə edib qovuracam. Sonra üstünə də kartof, ət, su əlavə edib qəşəng bozbaş hazırlayacam ilk öncə. Mənim heç soğan doğrama səbrim yoxdur. Ona görə də mənim ən çox dadımı bu blenderim çatır. Həm suyu çıxartmadan qəşəng xırda doğrayır istədiyim kimi. Biberi də qəşəng keçirdəcəm blenderdən. Bunun içisi bir. Bir kökü də əlavə edin ki, dadı daha gözəl olsun. Çox darıxmışam belə yeməklər üçün. Soğanı çox qızartmayacağım. Bura çıxardı. Biraz tomat əlavə edəcəm. Qalandakı biber falan əlavə edəcəm. İndi də üzərinə ətə əlavə edəcəm. Tikələrinə baxın, tikənin böyüklüyünə.
kartofu da qəşəng əlavə edəcəm. İlk öncə öz sousunu əlavə edəcəm. Biraz qızarsın. Biraz dadını alsın, tomatın dadını alsın. Süzgəcdən əlavə edəcəm. Ətin öz suyudur. Hazır olanda da bozbaşın üzərinə biraz göyərti əlavə edəcəm. Bu qədər dadlı olur. Darıxmışam belə yemək üçün. Biraz su da əlavə edəcəm. Çox az oldu su, adi su. Üstünə biraz istot əlavə elədim və vam od da qoydum ki, qəşəng bozbaşımız hazır olsun. Yeməyim artıq hazırdır. Göyərtini də iri-iri doğrayıb hazırlamışam. Belə daha dadlı olur. Süd almışdım, qaynatdım. Mən ümumiyyətlə səyahətə gedib gələndən sonra bütün paltarları yuyuram, qəşəng ütülüyürəm, sonra şkafa yerləşdirirəm. Belə bayırda belə bir hava açılıb. Səhərə baxanda çox açılıb, yağış yoxdur. Yeməyi yeyib birazdan gedəcəm ofisə. Bugün biraz işlərim var. Sonra da qalan işləri sizlərlə paylaşacağım. Bir də ki, əsas yeməyi çəkəcəm ki, görün necə yeyirəm. 10 gün yeyə bilmədiyim yeməyi yiyəcəm bugün. Belə, mən artıq hazırlaşdım. Yavaş-yavaş gedəcəm ofisə. Çox darıxmışam. Neçə günlərdir, demək olar 10 gündür maşın sürməmişəm. Qızlara aldığım bloknotları da aparıram ofisə, yanıma gələcəklər. Direktorlarım biraz uzaqdadır, hərəsi bir yerdə. İnşallah yanvarda tədbirimiz olacaq, orada hədiyyə verəcəm. Yaxın olanlara da burada hədiyyə eləyəcəm, tədbirə gələ bilməyənlərə. Yavaş-yavaş gedəcəm ofisə. Kimi dünənləri Sezar salatı görmüşdüm və mütləq hazırlayıb yeməli idim. Ona görə də bugün sizlərlə bölüşürəm. Bəlkə istəyənlər olsa, Sezar salatın hazırlaması çox rahat və asandır. Heç sifariş verməyə dəyməz. Siz də mənim kimi ayçiçək kələmi götürün, tavuğun döş ətini götürün, suxarikləri götürün. Sırf Sezar salatı üçün nəzərdə tutulmuş sousu götürün. Yəni marketlərə yaxınlaşıb soruşa bilərsiniz ki, Sezar salatı üçün hansı sous gedir. Onlar sizə məsləhət verəcəklər. Və bundan əlavə sırf Sezar salatı üçün nəzərdə tutulmuş pomidorları götürə bilərsiniz. Yəni bunlar iri pomidorlar olanda adi, onlar dadlı olmur. Bu olanda daha ləzzətli olur. Çünki sırf Sezar salatı üçün nəzərdə tutulmuşdur. Sezar salatı üçün parmezan o adlı pendir daha dadlı olur. Amma marketlərdə tapa bilmədiyim üçün Holland pendiri götürdüm. Bu da qəşəng dadlı olur Sezar salatı üçün. Bir neçə dəfə hazırlamışam bundan da. Suxarikləri mən çox götürürəm. Mənim üçün çox ləzzətli olur. Mən 2 paçka götürürəm, 2 paçka istifadə edirəm. Gəlin indi birlikdə dovğa hazırlayaq. Demək olar ki, 2 kilo yarım qatıq əlavə eləmişəm. Və su əlavə elədim. Hər kəs öz zövqünə görə düyü əlavə edə bilər. Mən hardasa 2 kiloluq qatığa 1 stəkan yarım düyü əlavə eləyirəm. Biraz qatı olsun deyə un əlavə eləyirəm. Daha rahat olsun deyə mikserlə çalıram. Çox qatıdır deyə biraz da su əlavə eləyəcəm. Dovğa çox qatı ola bilməz. Və hal-hazırda qaynamağa qoyacağım. Tam qaynayana kimi əlin saxlamadan mütləq dovğanı qarışdırmaq lazımdır. Yəni bir sözlə tam qaynayana kimi qarışdırmaq lazımdır. Görürsən artıq qaynamağa başlayır. Dada görə duz əlavə etmək lazımdır və göyərti. Mən bunları edirəm. Yəni çox dadlı olur bu dovğa. Çox istəyirəm. Həqiqətən də ən çox sevdiyim yeməklərdən biridir. Vyetnam mənə elə şəkildə təsir eləyib ki, mütləq bugün
hər bir yeməkdən dadmalıyam ki, özümə gəlim. Təzyiq düşməm var dəhşət. Buna baxmayaraq sizlərə vlog çəkirəm. Tirləri də əlavə etdim, duzu da əlavə etdim. Bir hardasa 15 dəqiqə vam odda saxlayacağam. Sonra da tam dovğa soyuyana kimi mən qapaq qoymuram. Ona görə belə dadlı olur. Duz da əlavə etmişəm dada görə. Çox qəşəng. Kızlar, Vietnam'a gitmemişten hardasa 20 gün önce sipariş vermiştim. Güya Vietnam'da giymek için paltarlar. Vietnam'dan gelmişim, indi götürmüşüm Temu zakazlarına. Gelin birlikte bakalım. Neyini saklayarıq, yayda giyinərik də. Vietnam'da giymek için böyle bir ayakkabı sipariş vermiştim. Gittim axır Vietnam'dan aldım, gelmedi diye. Tigroboy dəst üçün belə bir sumka sipariş vermiştim. Sen deme, burada knopka var imiş. Buna baxın ay qızlar. Bu nədir? Sən Allah. Ancaq telefon qoyub gitmək olar. Bunu kızım seçib, özü üçün sipariş verib. Nə boyda balaca gəlir, böyük görsənirdi. Bundaki kablodu, telefon kablosu özüm üçün sipariş vermişdim. Bu neydi bilmirəm. Nə üçündür belə? Sonra eynən Tigroboy dəstindən qolbaq sipariş vermişəm. Bu da heç əlimə də olmur. Çox balaca gəlib. Bu da üzüyü. Üzüyü də olmur. Bu görək nədir. Qızlar deyəsən qolbaq sipariş veriblər özlərinə. Bunu oğlum sipariş verib. Belə bir qolbaq. Ona da balaca kızım sipariş verip üzüylə. Vietnam'da giymək üçün yoldaşım üçün sipariş vermişdim bu dəsti. Belə bir şortiklə, belə bir köynək dəst sipariş vermişdim. Sonra əsas məsələ Tigroboy ayaqqabılar, yay ayaqqabıları. Bəzi məhsullar keyfiyyətli gəlir, bəzi məhsullar yox. Bu kızımın S22 üçün kabrosu. Bu da belə bir Tigroboy don. Düzdür, bunun açıq rəngin sipariş vermişdim. Biraz çox kök görsənirdim. İnşallah bunu da görsənmərəm, amma balaca razmeri kimi görsənir. XS seçmişdim. Herhalde olar bedənlər. Bu da ki, həmin dəstə şilyapası. Neyiniyyət, Azərbaycanda reklam edəyək. Heç nə olmaz. Həmin don üçün. Heç rənglər də bir-birinə uyğun gəlmir. Bu qədər. Bugün sizə Ləzgi mətbəxinin ən dadlı, ləziz yeməklərindən biri olan çıkan hazırlamağı öyrənəcəm. Qeyd eləmək istəyirəm ki, hal-hazırda biraz ilk öncə dadına baxacağım, sonra da artıq sizlərə həmin bu yeməyin reseptini paylaşacağım. Çünki bu videonu sona qədər izləsəz, siz də belə dadlı, ləzzətli çıkan hazırlayacaqsınız. Deyim ki, sizə çıkanı ətlə hazırlayanda daha dadlı olur. Kələmlə də hazırlamaq olur, göyərti ilə də. Amma mən bugün sırf ətlə hazırlamışam. Mən çıkanı ayran içib yeyirəm. Amma siz istəsəz kola fantayla da sınaya bilərsiniz. Onunla da yəni yeməyi sevən insanlar var. Çox qəşəngdir qızlar, çox dadlıdır. İnanın ki, bəzən insanlar sifariş verirlər. Dəyməz, özünüz hazırlayın. Resepti öyrənin, özünüz hazırlayın.
Və bu arada bizə bacım qonaq gəldi. Bəlkə məndə olan istedad sizdə olmaz. Varsa yorumlarda mütləq qeyd eləyin. Bizə qonaq gələndə hər zaman bacım biraz vaxt çox aparan yeməyi təklif eləyirəm ki, gəl birlikdə hazırlayaq və dadlı yeyək. Siz necə baxırsınız evə qonaq gələndə ona yemək hazırlatdırmaq? Və biz bugün Ləzgi mətbəximizin ən dadlı yeməklərindən biri olan çıkan hazırlayacağıq. Əti çəkən maşından çəkdik. Kartof soğanı qəşəng yuduq və bu arada xəmir yoğuracağıq. Xəmir çox sadə yoğurulur. Ona bir ədəd yumurta və biraz da yağ əlavə edirik. Biraz da dada görə duz, adi ilıq su ilə qəşəng yumşaq xəmir yoğururuq. Nəyə görə yumurta və yağı əlavə edirik? Həm xəmir yumşaq olsun, həm də ki bir-birinə daha çox yapışmasın. Daha yaxşı, dadlı, ləzzətli çıkan alınsın. Çıkan ümumiyyətlə bizim mətbəximizin dadlı yeməklərindən olduğu kimi hal-hazırda artıq bəzi başqa mətbəxlərdə də görürəm. Çünki çox dadlı olur. Qəşəng xırda-xırda təmizləyib kartof soğanı doğrayıb içliyi hazırlayacağım. İçliyə mən yalnız kəklik otu istifadə eləyəcəm. Yəni kartof, soğan, dada görə duz, istot və kəklik otu. Təbii ki də bu ət az yağlı olduğuna görə biraz da daha çox yağ əlavə edəcəm. İçliyin ləzzətli alınması sizdən asılıdır. Daha çox göyərti istifadə edəndə çıkan dadlı alınmır. Ona görə də maksimum belə şeylərə diqqət yetirəsiniz. Bir də xəmiri daha çox yoğurasınız ki, daha yumşaq olsun, daha gözəl, qəşəng alınsın. Qızlar, bəs siz hansı yeməkləri xoşlayırsınız, onu da qeyd eləyərsiniz. Mən qış aylarında ən çox düzdür, biz əslində çox istifadə etməməliyik. Çıkandır, sonra qutabdır, gürcü xəngəlidir, adi xəngəldir, düşbərədir. Ümumiyyətlə xəmir yeməklərini daha çox bəyənirəm. Amma həqiqətən də mən Vyetnamda olanda diqqət yetirdim ki, onlar daha çox dəniz məhsullarına üstünlük verir. Ona görə də onlarda demək olar ki, təsəvvürünüzə gətirin, o boyda şəhərlərdə bir xəstəxana, bir aptek tapılmır. İnsanlar daha sağlam və gənc yaşayır. Bizi təbii ki öldürən elə bu xəmir yeməkləridir. Amma neyniyək, biz artıq belə öyrəşmişik. Mən bundan sonra şəxsən elə bir yerlərdə yaşaya bilmərəm. Yəni bu yeməklər bizim dadımıza görədir. Yəni sevərək ən çox yediyim yeməklərdir. Qeyd etmək istəyirəm ki, kündələri həm çox xırda şəkildə, həm də ki biraz böyük həcmdə hazırlayırıq. Ona görə ki, həm alt, üst, həm də ki ortaya yerləşdirən lavaş lazım olacaq. Alt üstü biz qəşəng yağlayıb qoyacağıq. Yağlanmış lavaşdan daha dadlı, xırçıltılı çıkan alınır. Yəni bunu xüsusi olaraq biz hazırlayanda əllərimizə diqqət yetirəsiniz. Kartofdur, soğandır, çox nazik şəkildə doğranmalıdır. Çünki o çıkanın içində daha yaxşı bişməlidir. Yəni bunu qeyd edeyim. Siz bu vloqa baxanda burada təkcə vloqu izləmirsiniz, həm də çıkanın reseptini öyrənirsiniz. Çünki bir çox insanlar bu çıkanın reseptini tam olaraq tuta bilmir. Bir çox xanımların xahişi ilə vloqun ortasında bu çıkanın reseptini əlavə etmişəm. Çünki mən artıq onun dadından danışanda, onun görünüşündən danışanda qızlar deyir, nə olar bir dəfə vloqa çək onu, biz də bilək, öyrənək və hazırlayıb sizin Ləzgi mətbəximizin dadına baxaq. Və hər birinizə tövsiyə edirəm ki, bu vloqdan baxıb dərhal sonra gedib bu çıkandan hazırlayasınız, dadına özünüz baxasınız. Deməli biz 3 ədəd çıkan hazırladığımıza görə 3 yerə böldük. Çünki baldızım kəklik otunu bəyənmir. Ona görə də sevmir onu çıkanda istifadə eləsin. Amma mənim çox xoşuma gəlir. İstər brişki hazırlayanda, istər çıkan, istər yəni ki hər hansı bir küftə hazırlayanda mənim ən çox bəyəndiyim kəklik otudur. Onu çox istifadə edirəm. Bu arada kəklik otudan danışanda uşaqlığım yadıma düşdü. Əvvəllər biz dağlara gedərdik. Çünki dağlarda böyümüşəm. Qusar şəhərinin Gican kəndində doğulmuşam. Və uşaqlığım, cavan, gənc vaxtlarım orada keçib. O vaxtı biz kəklik otu yığmağa gedərdik. Çox gözəl idi. Çox, yəni ki, o vaxtları İstəyirəm ki, geri qayıtsın, bir də yaşayım. Məhəllədə bütün uşaqlar, böyüyəndə də o boyda kütlədə böyük qızlar hamımız gedirdik kəklik otu yığmağa. Elə bil ki, adət halına yəni ki, alınmışdı. İnşallah yay ayları gəlsin, iyun ayında
gedib kəklikotunu sizlərə canlı çəkib paylaşacağım mənim YouTube kanalımın videolarında. Öz yaşadığım kəndə gedəcəm, orada qəşəng vlog çəkəcəm və sizlərlə bölüşəcəm. Yəni bunu şəxsən iyun aylarında çəkməyi unutmayacağam. Məncə bu resepti səsimlə deməsəm də artıq video görüntüdə tam olaraq aydın şəkildə izah olunur. Biz ilk öncə kündələri yayırıq və içini yağlayıb qəşəng təkrar rulet formasında bağlayıb bir 5-10 dəqiqə yenə özünə gəlməsi üçün saxlamalıyıq, sonra yaymalıyıq. Çünki həmin çıqanın həm altında, həm üstündə olan lavaş yağlananda daha dadlı alınır. Sizlər üçün hansı vloqlar daha maraqlı olur? Mütləq qeyd eləyin qızlar. Ev təmizlik vloqları çəkməkdə daha çox tənbəllik eləyirəm. Gördüyünüz kimi gəzintilərdə bu arada çox olmuşam. Yoxsa yemək reseptləri ilə, yoxsa həm evdə günlük vloqlarımı çəkim. Sizə hansı vloqlar daha maraqlıdır? Çünki mən son vaxtlar YouTube kanalıma baxıram, istəyirəm, görürəm ki, mənim vloqlarıma daha çox baxış saatı gəlmir. Yəni baxışlarınız daha azalır get-gedə. Deməli, sizə maraqlı olsun ki, mən də o vloqları çəkim. Çünki bir vloqu ortaya çıxartmaq üçün müəyyən bir zamanımı xərcləyirəm. Həm onlayn işdə çalışdığıma görə bunları bir yerdə çatdırmaq biraz mənə də çətin olur. Elə bir vloqlar seçin ki, həm mənə uyğun olsun, həm mənim vaxtımı, yəni ki, daha doğrusu uyğun olsun, həm də ki, sizə maraqlı olsun. Çünki sizə maraqlı olmasa o vloqların çəkməsi mənə də maraqlı olmayacaq. Biz kündələri hazırladıq. Gördüyünüz kimi 3 ədəd tam balaca, ortaya yaymaq üçün 6 ədəd də üst və alt üçün, lavaşı üçün kündələr hazırladıq. Və biz balaca kündələri yavaş-yavaş qəşəng, nazik şəkildə yayırıq. Yayana kimi unutmayın ki, qazda tava qoyun, o artıq qızsın. Çünki qızdırılmış tavada həmin lavaşların hər iki tərəfini yaxşı bişirməyiniz məsləhətlidir. Çünki bu lavaşlar çıqanın ortasına yerləşdirdiyinə görə, yəni altda da ət olacaq, üstdə də ət olacaq, ortasında bu lavaş olacaq. Ona görə də bunun bişib ortaya yerləşdirməyiniz tövsiyə olunur. Və üst və alt lavaşları yaydıqdan sonra əti yerləşdiririk. İçərisinə də lavaş qoyub, qıraqları qəşəng yığıb, sonra da vam odda tam həmin çıqan hazır olana kimi bişirəcəksiniz. Özünüz artıq hiss eləyin. Ət normal vam odda qoyanda nə qədər vaxtda yəni hazır olacaq? Hardasa 20-25 dəqiqəyə. Məsləhət verərdim ki, siz sobada hazırlayın çıqanları, biz tavada hazırlayırıq. Çünki biz artıq illərdir bu çıqanları hazırlayırıq, öyrəşmişik. Çünki tavada hazırlananda sən onu çevirməlisən. Yeni hazırlamağa başlayan üçün də bu çətin olur. Nədənsə biz tavada hazırlayanda biz onun dadının daha yaxşı olduğunu hiss eləyirik. Amma məncə soba ilə tavanın hər hansı bir fərqi olmaz. Əslində sobada daha yaxşı bişə bilər ət. Çünki içində özünüz görürsünüz ki, biz nə qədər ət yerləşdiririk. Bu ətin tam bişməsi çıqanda çox vacibdir. Əgər ət tam olaraq bişməsə, o çıqan dadsız olacaq. Buna diqqət yetirin. Sobada hazırlasaz, mütləq unutmayın ki, 25 dəqiqə vam odda hazırlamalısınız. Hardasa sobada 200-250 dərəcədə. Çünki nə üstü, nə altı yanmamalıdır. Tam qızardılmış halda olmalıdır. Çünki əgər siz sobada biraz xodu çox alsaz, içi bişməyəcək, üzü qızaracaq. Ona görə də diqqət eləyin mütləq şəkildə. Yenə də qeyd eləyirəm, mən sobada da hazırlamışam, tavada da, amma tavada hazırlayan çıqanları daha çox bəyənirəm. Yəni özünüzə buraxıram, necə hazırlayacaqsınız, artıq öz seçiminizi eləyin. Və çıqanın qıraqlarında fərqli-fərqli yığırıq. Mən başqa cür eləyirəm, amma görürsünüz, baldızım məndən daha gözəl yığdı. Mən bu şəkildə yığa bilmirəm. Mən tam fərqli şəkildə yığıram. Hər kəs özü necə eləyə bilirsə, o cürdə bağlasın. Amma qıraqları tam bağlanmalıdır, açıq qalmamalıdır. Bunu xüsusi olaraq vurğulayım ki, hər biriniz biləsiz. Hər biriniz hazırlayın, hər birinizə nuş olsun bu arada. Göz haqqınızı da halal edin ki, biz hazırlayanda siz baxırsınız və təbii ki, bir neçəsi hal-hazırda həvəsə gedib, mütləq bundan gedib hazırlayacaq. O qədər açıq, rahat şəkildə uzun bir vlogda hazırladım ki, hər bir xanım baxaraq, gözlətdirərək gedib hazırlaya bilsin. Belə biz artıq öz çıqanlarımızı hazırladıq. Bişdi, qəşəng görürsünüz. Artıq hiss olunur ki, bu nə qədər gözəl dadlı ola bilər. Gəlib qonaq ola bilərsiniz. Bizim ləzgi mətbəximizdən siz də dada bilərsiniz.